Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Hazırda həyatım həbs kimidir. Özümü ev dustaqlığında hiss edirəm. İndi bu cəzanın nə qədər çəkəcəyini yaradan bilir. Bunu Qaynarinfoya açıqlamasında xalq artisti Valeh Kərimov deyib. Yaşla əlaqədar teatrdan, səhnədən ayrılmışam. Özüm çəkilmək istəyirəm, amma heç bir yerdən dəvət də yoxdur. İndi boş bekaram. Unudulmuş kimiyəm. Evdə çox darıxıram, amma nə eləmək olar? Dözümlü adamam, özüm özümə təskinlik verirəm. Fikirləşirəm, gözümün qarşısına həbsdə olanlar gəlir. Onlar 15-20 ili həbsxanada necə keçirir? Adam gərək özünə təskinlik də verə bilsin. Müğənni Rəqsanə İsmailova bəzi sosial media hesablarına xəbərdarlıq edib. Redaktor az xəbər verir ki, ifaçı köhnə videolarının yeni kimi tirajlanmasına qarşı çıxıb. Bəzi səhifələrə və özünü e-mediaya kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq edirəm. Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və PR qazanmağa çalışırlar.